Ən təhlükəli hallarda bu 5 bürc bunu hiss edir, bilir və problemləri kökündən həll edir. Bu bürcün nümayəndələrinin həyatı heç vaxt sıradan həyat olmur. Onlar həmişə çox mürəkkəb və çətin həyat yaşayırlar. Buna görə də onlara çox insanlar dözə bilmir. İndi isə onların mübarizələri və bu mübarizələrdən necə qalib çıxdıqları haqqında geniş danışacağıq. İlk bürcümüz olan Dolçadan başlayaq. Onlar azadlığın, bəşəriyyətin və yeniliyin insanıdır. Dolçanın yaşama sevinci insanlığa faydalı olmaqdan, başqalarının həyatına işıq salmaqdan keçir. Onlar üçün dünya təkcə maddi aləm deyil, həm də böyük bir ideyalar məkanıdır. Dolça bəzən ruhsal dünyada itir, amma orada tapdıqlarını yenidən bu dünyaya gətirib paylaşmaqdan həzz alır. Onların daxili mübarizəsi isə cəmiyyətin sərhədləri ilə öz azad ruhları arasındakı müharibədir. Yaşam sevinci bəzən zəif və bəzən isə çox dağıdıcı olur.